Salam dostlar, hər vaxtınız xeyir olsun. Biz bugün onlayn mağazamızda ödənişləri onlayn şəkildə, avtomatik bir şəkildə qəbul etməkdən danışacağıq. Ümumiyyətcə, gəlin belə bir şey nəzərə tutaq ki, əgər siz sayta onlayn ödəniş modulu quraşdırmaq istəyirsinizsə, mütləq surətdə ilk növbədə sizin vergi VN-niz olmalıdır. Vergilər İdarəsində qeydiyyatda durmalısınız və sizə VN verilməlidir. Bunun üçün də siz bunu asan imzala bilərsiniz, asan imza ilə özünüz keçə bilərsiniz və yaxud da sima ilə özünüz keçə bilərsiniz. YouTube-da kifayət qədər videoları var. Amma onlayn ödəniş qəbul etmək istəyirsinizsə, mütləq şəkildə VN olmalıdır. VN olduqdan sonra isə sizə ödənişləri qəbul edərkən ödənişlərin daxil olacağı VN-ə bağlı, yəni fərdi VN-siz bank hesabı yox, VN-ə bağlı bir bank hesabı olmalıdır. Əgər siz bunu düşünürsünüz ki, VN-siz bir bank hesabı olsun, zaten bunu orada ödənişlərin qəbulu üçün istifadə olunan platformalar, istər banklar olsun, istər e-Pointaz olsun, istər Payrif olsun, biz bunlar haqqında indi danışacağıq, onlar qəbul etməyəcəklər. Burada siz bir qərar verməlisiniz. Siz artıq bir mağazasınızsa, mağazanız varsa, onlayn ticarətə keçsinizsə, sizin üçün okeydir. Zaten siz orada vergiləri verirsiniz və kassa aparatınız var və s. Siz sadəcə olaraq bunlar sizdə var, qeydiyyatdan keçirsiniz, ödənişləri də onlayn qəbul edirsiniz. Yox, onlayn ticarətə yeni başlayırsınızsa və bunların heç biri sizdə yoxdursa, nəzərə alın ki, siz mağaza kimi bir obyekti qeydiyyatdan keçirməlisiniz, onlayn olsa belə. Əgər sizin məhsullar fiziki məhsullardırsa, deməli sizə hüquqi ünvan lazım olacaq. Siz bunu evinizi də qeydiyyatdan keçirə bilərsiniz, amma mülkiyyətçi sənədi olmalıdır. Əgər ev şəxsən sizin adınıza deyilsə, ailə üzvlərinizin adınadırsa, onlarla əvəzsiz istifadə haqqında bir bağlaşma, müqavilə bağlaya bilərsiniz və onlar orada göstərməlidir ki, həqiqətən mən bu evdə, yaşayış sahəsində övladımın və s. filan kəsin əvəzsiz istifadə etməsinə icazə verirəm və onu siz vergidə qeydiyyatdan keçərkən obyekt kodunu alanda istifadə etməlisiniz. Və növbəti mərhələ burada sizə ən çox başlanğıc üçün ödəniş tələb edən bir hissə bu olacaq ki, sizin mütləq şəkildə post terminalınız, yəni post terminalınız olmalıdır ödənişləri qəbul etmək üçün. Siz onu aşa bilirsiniz, ödənişsiz formada mobil post əldə edə bilirsiniz. Digər tərəfdən isə sizə lazım olacaq mağazada çek kəsilən nəzarət kassa sisteminə qoşulmuş kassalar. Bunun da özünün ödənişi var, 300 manat və ən ucuzu işlənmiş variant ola bilər və digər token almalısınız, tokenin kodu olmalıdır və s. Bu yorucu olur sizin üçün. Siz burada qərar verməlisiniz ki, siz hansı vəziyyətdə hal-hazırda mağazanız var ya yoxdur, bu ödənişi ayıra bilirsiniz, ayıra bilmirsiniz və yaxud da bütün riskləri qəbul edərək siz ödəniş sistemini sadəcə WhatsApp üzərindən qura bilərsiniz ki, müştəri məhsulu seçdi, səbətə atdı və sifariş ver hissəsinə keçəndə WhatsApp-la sifariş olsun, siz oradan ondan tələb edəsiniz ki, ödənişi karta at, ya emonla at və s. və yaxud da qapıda ödəməklə nağıl ver. Amma burada müştəriyə siz yenə çek verməlisiniz, o sizəni nəzərə almalısınız ki, siz bunları necə edəcəksiniz. Bu əlbəttə ki, qeyri-legala çağırış deyil, sadəcə olaraq yollarını izah etməyə çalışıram ki, bunlar var və bunun bütün məsuliyyəti sizin öz üzərinizdədir. Əgər siz onlayn ödəniş sistemini sayta qoşmaq istəyirsinizsə, ya birbaşa Kapital Bankdan, ya bankların, digər banklardan istifadə edə bilərsiniz və yaxud da ki, üçüncü tərəf platformalardan istifadə edə bilərsiniz. Onlarla bir müqavilə bağlayırsınız. Bunu siz əlbəttə ki, onlayn edə bilirsiniz. Hal-hazırda mənim istifadə etdiyim və belə deyim, uyğun olan iki platforma var. Payrif və e-Point. Siz burada qeydiyyatdan keçirsiniz. Sizin burada mütləq ki, VN-nizi istəyirlər və qeydiyyat mərhələlərini tamamladıqdan sonra sizə qoşma verilir. Həmən qoşmanı gəlirsiniz, daxil olursunuz qoşmalar hissəsinə buradan. Yeni qoşma deyirsiniz. Qoşma yüklə. Fayl seç. Və buradan həmən faylı seçirsiniz. Sizə verilən faylı. Yüklə deyirsiniz və qoşmanı aktivləşdirirsiniz. Qoşmanı aktivləşdirdikdən sonra siz daxil olmalısınız bu konversiyanın parametrlərinə, buradan ödənişlər hissəsinə və ödənişlər hissəsində gördüyünüz kimi hissəni burada adətən disable olur. Mən bir dəfə yüklədim, sildim göstərmək üçün.
məlumat qalıb aktiv formada və belə deyək, disable. Buradan aktivləşdirirsiniz. Sonra daxil olursunuz idarə etmə hissəsinə. Siz onların texniki tərəfi ilə, texniki şöbəsi ilə əlaqə saxladıqda onlar sizə artıq qaydaları izah edirlər, yolları başa salırlar, onlardan kömək ala bilərsiniz bunları düzəltməyə. Sizə istifadəçi kodu verirlər, yəni açar söz və gizli açar söz belə deyək. Siz bunları daxil edirsiniz, dili seçirsiniz, uyğun tənzimləmələr apardıqdan sonra bu hissədə hansısa bir söz yazmaq istəyirsiniz, onu yazsınız. Misal üçün, onlayn ödəniş yolu və s. Dəyişikləri yadda saxla deyirsiniz və sizin üçün daxil olsaq biz yenə sayta. Buradan ödəniş dedikdə, siz ödəniş səhifəsinə yönəldəndə artıq buradan həmən seçimi seçə bilir və sifariş ver düyməsini kliklədikdə növbəti mərhələyə yönəldir, orada kartı yazır və s. Burada məsuliyyət sizin üzərinizdə deyil, şirkət kartın təhlükəsizlik sistemlərinin qorunmasına və s. ödəniş vasitəçilik edən şirkət rəsmiyyət daşıyır, yəni onlar məsuliyyət daşıyır. Eyni zamanda burada nə var? Siz bu şirkətə faizlər ödəyirsiniz. Əməliyyatlar üzrə, geri qaytarmalar üzrə haqqda. Tutaq ki, mən müştəriyim, qeydiyyatdan keçdim, sifariş verdim və qabaqcadan razılaşdırılmış faizlə tutaq 100 azınlıq alış-veriş etdi müştəri və buranın rüsumu var. Həmən rüsumu sizdən tutur. Tutaq ki, 1.5% və digər banklarda 3% və s. ola bilir. Eyni zamanda taksiddirsə, taksid aylarına uyğun faizləri sizdən tutur. Sonra sizin hesabınıza həmən ödənişin qalan məbləği köçürmüş olur. Və burada belə bir məsələ var. Əgər müştəri sifarişi ləğv etsə, siz də ödənişi geri qaytarmaq istəyirsinizsə, ona da sizdən əlavə tutmuş olacaq. Tutaq ki, 100 azınlıq sifariş gəldi, siz həmən sifarişi qəbul etdiniz, avtomatik buradan sizdən tutaq ki, 1.5% komisyon tutdu. Müştəriyə siz geri ödəniş etmək istədikdə təkrar sizdən 1.5% də, misal olaraq deyirəm, orada qaydalar, faizlər fərqlidir. Həmən məbləğdə faizi yenə sizdən tutur. Bu hissəni nəzərə almağınız xahiş olunur. Siz və yaxud da bayaq dediyim kimi əlavə qoşma vasitəsilə belə bir şey edə bilirsiniz. WhatsApp sifariş. Müştəri sifariş verdikdə, linkə tıkladıqda yönəldir WhatsApp-a. Mən indi açmayacağım və WhatsApp-da gördüyünüz kimi aşağıda mesaj gedir. Bu hissəni dəyişəcəyik. Bu hissə dəyişilir. Məhsulun adı, qiyməti və s. Və siz də artıq orada geri dönüş edirsiniz ki, kartla ödəniş elə və yaxud nağd ödəniş elə. Bu artıq bütün məsuliyyəti və edib etməməyiniz sizin üzərinizə qalıb. Əlbəttə ki, Azərbaycan qanunvericiliyinə görə bu qeyri-legal sayılır. Sadəcə olaraq yolu göstərən lab. Siz legal fəaliyyət göstərə bilərsiniz. Müştəri buradan sifariş verdi, ödənişi kartla atdı. Legal formada siz onun çekini kəsib göndərə bilərsiniz. Yəni ki, nəzarət kassa sisteminə onu vura bilərsiniz. Bu formada. Əslində, Azərbaycanda siz bu ödəniş sistemini qoşa biləcəyiniz sistemlər çoxdur. Lakin avtomatik sizə qoşma verən, texniki xidməti olan, texniki şöbəsi olan, yəni sizə texniki quraşdırmağa kömək edən sistemlərdən bu ikisini məsləhət görərdim və daha çox ePoint-i. Hələlik bu qədər dostlar. Diqqətiniz üçün təşəkkürlər. Digər dərslərdə görüşənədək.